Bu gördüyünüz pişmaniyedir. Mama Özbekistandan alıb gətirib. Düzünü desəm sınamışıq, amma mənə türklərin pişmaniyəsinin daha çox ləzzətlidir mənə görə. Amma bunu da açım paylaşım. Bu biraz fərqlidir. Türklərdə daha yumuşaqdır. Amma özbəklərdə pişmaniyə daha sərtdir. Baxın, belə. Baxın, belə bir pişmaniyedir. Baxın, Türklərdə ovulur, amma baxın, özbəklərin pişmaniyəsini belə kəsib yeməlisiniz. Dadını soruşsanız, dadı belə pişmaniyə dadını oxşuyur, amma sadəcə müqayisə etdikdə Türklərin pişmaniyəsi daha ləzzətlidir, yəni qat-qat ləzzətlidir. Bunlar da Özbekistandan alıb. Və onu da paylaşım ki, mamam Özbəkistanda vurulub, çünki tarixçidir. Ona ora çox maraqlı gəlib. Əsas da Səmərqəndi, Daşkəndi bəyənib. Ən çox Səmərqəndi. Buxara deyir, yeni Buxara biraz maraqlıdır gəzməyə, amma Səmərqənd başdan ayağa deyir tarixdir və çox ucuzluqdur. Yəni Özbəkistana bilet baha olsa da, gediş-gəliş, amma belə yemək, alış-veriş eləmək hədsiz ucuzdur deyir.